Closure-dan danışırıq bugün. Closure. Closure vacib mövzudur. Belə closure imanla use case-ləri yoxdur. Yəni gedib hardasa iş dünyasında sırf closure tətbiq elədim deyilən bir şey yoxdur. Amma closure bilməyiniz bəzi prosedurlar niyə belə olur deyə başa düşməyinizə kömək olur. Məsələn, React-da state görəcəksiniz, use state görəcəksiniz. O əslində necə update eləyir falan, onu əslində başa düşmüş olacaqsınız. Okay? Closure nədir? Closure bir function yazırıq. Parent function, parent. İçərisində bir variable declare edirik. Let count 0. Okay. Bizim functionımızın daxilində bir dənə function olacaq. Həmən bu parent function içərisində bir dənə child functionımız olacaq. Və həmən child function içərisində mən count-a müdaxilə edəcəm. Və buradan da closure-a giririk ki, bəli gedir. Return function, bir function geri dönüş edirəm. Bunun da adını elə anonim də eləyə bilərik, child də eləyə bilərik, fərqi yoxdur. Deyirəm count-u artırıram. Və return count edirəm. Okay. Mənim functionımın daxilində olan functionım parentındakı olan variable-a access edir. Və bu da nə adlanır? Closure adlanır. Yaxşı. Bu closure nə edir, nə qarır? İndi birazdan onu danışacağıq. Keçən dəfə biz Wikmap keçəndə bir ifadə işlətdik. Garbage collector, düzdürmü? Aha, əvvəlkin silir. Yəni bir function nəsə icra olunandan sonra bu RAM-da əlavə bir şey saxlamasın deyə həmən function-ı, variable hər hansı bir şeyi. Garbage collector gəlir onu silir, düzdürmü? Yəni, nə deməkdir bu? Gəlirəm const, my counter deyirəm, parent-ı çağırıram. Nə baş verir? Məsələn, Cihan, nə baş verir? Nə baş verir? Count artırır. Hal-hazırda count artdı. Mən my counter-ı console log-a versəm, console log, my counter desəm, nəyə görmüş olacam? 1. Başqa kimin nə fikri var? My counter, bax, debug eləyək də, parent çağırıldı, mənimsədildi nəyə? My counter variable-ına mənimsədildi, düzdürmü? Parent call olunanda, çağırılanda nə baş verir? Call olundu, düzdürmü? Let count 0 yarandı. Yəni, elə bil o mikrotaskın yerində memory düşünün. Orada bir dənə count 0 adında bir variable yarandı. Count 0 adında bir variable yarandı. Memory'də yarandı, yaddaşda yarandı. Okay? Və my counter-a mənimsətdim. Mən tutaq ki, return function child əvəzinə 5 yazsaydım, my counter-ın dəyəri nə olacaqdı? 5. Niyə? Return-də nə verirsə onu yazır, düzdürmü? İndi my counter nə olur bu halda? Function dövr deyil, prosta bir qaytaracaq. Bir sıra. Əslində. Bu function child-ı yazmışam. Function child-ı çağırmışam hardasa. Çağırmamışam, düzdürmü? Deməli my counter, my counter, hə də my counter. My counter. Nə olur? Sadəcə bir dənə function-a bərabərdir. Func çağırılmamış bir dənə function-a bərabərdir, düzdürmü? Mən bu child-ı icra eləmək istəyirəmsə, bunu call eləməliyəm də, çağırmalıyam. Okay, deməli my counter nəyə bərabər oldu? Function. Adi bir function-a bərabərdir, çağırılmamış bir function-a bərabərdir. İki dənə müqayisə qoysaq, içində Ha. Bu infoya görə çox təşəkkür edirik. Bir function görürük, düzdürmü? Bu konsolluq 3-3-dür. Bir function görürük, düzdürmü? Çağırılmadı. Okay? Və bu function çağırıldısa, parent çağırıldısa nə baş verdi? Vəsə, gəldi buraları icra elədi, qaldı bir dənə bu. Bu hissə çatdı. Return-dən sonraki hissə. Child'ımız var. İndi mən bunu çağırmaq istəyirəmsə nə edə bilərəm? Call
Bunu call eləyim də. Call eləyirəm. İçində kol eləyəcək. Bəli, elə call eləyirəm. Və nəyi görürəm? 1. Child özlüyündə nəyi return eləyir? Counter return eləyir, düzdürmü? 1. Okay? Ha, neynədir? Outer variable-a access elədi. Və parent burada call olunanda nə baş verir? Burada bir lexical scope yaranır. Bu count 0 yazmış ama. Bir lexical scope yaranır. Həmən lexical scope-un içərisində count adında bir dəyər yaranır, variable yaranır. Və value'su da 0'dır. Okay? Parent call olundu. Parent garbage collector silindi. Amma my counter hansı dəyəri almış oldu? Function dəyərini almış oldu. İndi gəlirəm, yazıram const counter 1 və my counter'ı çağırıram. Counter 1 nə olacaq? 1 olur, düzdürmü? İndi gəlirəm const counter 2 my counter'ı çağırıram. Nə baş verir? Mənim my counter'ım artıq budur, düzdürmü? Və lexical environment-da artıq count'um 0'dır. Və hər dəfə mən gəlib bu function-ı çağıranda, bunun bu count'a aksesi var deyə, hər dəfə gəlir onu artırır. Və counter 2-də artıq biz 2 dəyərini görmüş olacağıq. Niyə? Çünki my counter ilk dəfə mən çağıranda, count neçə olur? 1 olur, düzdürmü? Aha, getdi lexical environment-da, onu elədi 1. Yaddaşda saxladı 1 kimi. Gəlirəm daha sonra, yenə my counter'ı çağırıram. My counter'dakı bu count da hara gedir, referans eləyir. Haradakı variable görür. Lexical environment-daki variable görür. Baxır, görür neçədir? Görür 1'dir. Neyinir onu? Artır eləyir 2. Okay? Amma bu sırf my counter lexical environment-na aiddir. Bu niyə deyirəm? İndi ona gələcəyik. İndi birinci gələ bir logo counter 2-ni verək. Nəyi gördük? 2-ni görmüş olduq. Yəni mən hər dəfə gəlib const counter 3 my counter desəm və counter 3'ü də konsola versəm nəyi görmüş olacam? 3'ü vermiş olacam. Okay, bu əla. Amma buradakı bu bayaq dediyim lexical məsələsi var, lexical environment məsələsi var. Bunu başa düşməyimiz üçün biz ikinci bir lexical scope-u yaratmalıyıq, lexical environment yaratmalıyıq. Biz hələ birini yaratmışıq. Bir dəfə parent'ı çağırdıq. My counter variable-na mənimsətdik. İndi gəlirəm, bir dənə də variable yaradıram. Const another counter deyirəm. Parent'ı yenə çağırıram. Və gəlirəm console log another counter'ı çağırıram. İndi sizə nəyi verəcək? 1'i verəcək. Ay sal, niyə? Bunun üçün ayrıca, bunu belə eləyək də. Lexical environment ayrıdır. Lexical environment ayrıdır. Bunun üçün ayrıca lexical environment ayrılır. Və hər bir lexical environment-ında özlüyündə count adında bir variable yaranır. Yəni, bunu çağıranda gedib bir dənə lexical environment yaradır. Count'u orada declare edir. Deyirsən 0-san. Və hər dəfə mən bu my counter'ı çağıranda gedir məhz buradakı lexical environment-daki count'ı artırmağa başlayır. Ona görə də biz hər dəfə my counter'ı call eləyəndə neynir? 0, 1, 2, 3 olaraq artırmış olur. İndi mən gəlirəm, növbəti lexical environment-ı yaradıram. Neynədim? Bir dəfə də parent'ı çağırdım, mənimsətdim başqa bir variable-a. Burada artıq başqa bir lexical environment yaranmış oldu. Neynirəm? Gəlirəm another counter'ı process console logun içində çağırıram. Gələk bunu mənimsədək bir variable-a. Const number və console log number deyirəm. Burada artıq nəyi görmüş oluram? Yeni lexical environment yarandığına görə mənim count'um nə olur? Sıfırlanır. Ona görə də number-da artıq 1 görmüş olacam. Amma counter 3'ümü yenə də 3 şəklində görmüş oluram. 3 və 1.
Artıq mən gəlib növbəti variable, məsələn, const number 2 another counter-ı çağırsam, bu another counter ikinci yaradılmış lexical environment deyildi. Nəyir? Gəlir artıq oradan oxuyur, o ikinci environmentdan oxuyur. Orada da mən artıq count'um neçədir? 1-dir. Nəyir onu? Gəlib 2 edir. Gəlirik konsola veririk. 2-ni görmüş oluruq. İkisinin de adı kontun qarşılıyor. Kont bu. Yəni hərəsində öz olduğu yerdən başlayıb bir artırmalar. Bura mənimsədəndə myCounter adında bir dənə lexical environment yaranır. Всё. Sırf buradakı count aid olur ora. Bu myCounter-a aid olmuş olur. myCounter hər dəfə artıranda özünə aid olduğu countun üzərində əməliyyatlar aparır. Bu parent-ı çağıranda yenidən çağırıldığına görə, bu parent function yenidən çağırıldığına görə another counter da ona aid bir count formalaşmış olur. Və hər dəfə another counter-ı çağıranda gedir another counter-ın içindəki count'ı başlayır artırmağa. Bu da nə edir? Bizə imkan verir ki, biz outer variable-ları istifadə edək. Əslində siz bilməyərəkdən closure yazmısınız. Globalda bir variable təyin eləmişsiniz, function yazmışsınız. Həmən function içindəki global scope-dan həmən variable artırmışsınız, istifadə eləmişsiniz. Bu nə deməkdir? Böyle closure deməkdir. Sadəcə biz hal-hazırda nə edirik? Globaldakı variable yox, function içərisində function yazdıq. Müəllim, biz parent məsələsini heç nə mənimsətmədən ardarda məsələsini 5-6 dəfə yazdıq. Parent'ı çağırdım 5-6 dəfə. 5-6 dəfə çağırdım. Aha. Arxadan yəni konsol log parent çağıranda orada 7 olacaq. Yox. Orada count heç nə, ancaq function verəcək. Bax belə bunu deyirsən də sən, düzdürmü? Bunu çağırırıq, düzdürmü? 2, 3. Heç nə mənimsətmədən necə parent çağır. Hə, elə bir heç olmayacaq. Çünki parent bunu return eləyir, ancaq bu return olmuş olacaq. Yəni 1-1-1-1 çağırsan. Yox. Baxın. Çağırıram, düzdürmü? Dayanmadan. Ancaq gəlib bu funksionu sintaks olaraq sənə vermiş olacaq. Deyəcək ki, belə bir funksiyonumuz var. Çox qurtardı getdi. Sən eləyəndə my counter edəcək çağırsa. Okey, indi gəlirik. Bunu const myCounter 2 deyirəm, parent çağırdım. Ancaq belə çağırsaq, myCounter hər dəfə nə olur? Məsələn, bu 3 olacaq, düzdürmü? Bu da 4 olacaq. Bunu da 6 eləyirəm. Gəl bunları da silək də, 3-ünü çağırmışıqsa. Yenə nə olur? Yenə də hamısı bir function olmuş olacaq. Sintaks olaraq funksionu mənimsədir. Çünki sən bunları çağırmırsan. Hamısı gəlir, olur child funksionu. Bax bunlar olur, üçü də. Sən gərək bunları da çağırasan ki, artıq count dəyərini görmüş olasan. Çünki parent funksionu çağıranda biz return-də nəyə görürük? Görürük ki, sadəcə bizə bir function return edir. Hər hansı bir dəyər return eləmir. Heç nə, ancaq child function görürsən, deyək, console log. Obyektin içərisində yazıram ki, rahat görəsiz. Hamısı funksiona bərabərdir. İcra olunmamış funksiyonlardır. Üçü də child-ə bərabərdir. Yəni nə qədər istəyən çağır. Bəli? Callback-la bir əlaqəsi yoxdur demək. Yox. Callback nə idi? Əgər funksionu, File orada bir funksiyadır, funksiyonun parametrində parametr. yəni arqument kimi göndəririksə, bəli. Arqument kimi Heç göndərirsənsə, nə mənimsətmədən o return-dakı funksiyonu da çağırmaq olar. return-dakı funksiyanı Hə. yalnız funksiyon içərisindən çağıra bilərsən. Return-ı yığışdırıb buradan child-ı call eləyə bilərəm. Başqa cür çöldən bu function child-ı çağırmaq impossible. Parentin yanından 2 dəfə çağırsaq nə olur? Nəyi? Bir dənə parent yazıb, yanında 2 dəfə. Ha, count dəyərini almış olacaqsan. Çünki gəlib bunu icra eləyəcəksən. Böyle düşünün, 2 dəfə çağırsın. Bir dəfə mövcud atmışsın, deyil mi? Yanında Hə. 2 dəfə alsın. Ha, child-ı çağırmış olacaq. Ha. Ya, amma sırf birbaşa belə child-ı çağıramırsan da, yenə də parentdan gedirsən ora. Burada nə almış olacaqsan? myCounter burada nə almış olacaq? 1.
3 dəfə yox. Üçüncüdə call olması bir şey yoxdur axı. Üçüncü function Function olsun, üçüncü return function. Əgər hə, bəli, count'un yerinə çağırırsan, bəli eləyərsən. Amma elə bir şey yazmırsan, oxunaqlı deyil. Okay. Bu əsasən nə üçün istifadə olunur? İmna closure'lar. Bir data hidden məsələsi var. User tərəfdən datalarımızı saxladıqda. Çünki biz bu count'u görmürük. Tamam, yalnız bunu artıranda return'ü də görmüş oluruq. Bu kimi case'lərdə bəli, biz closure istifadə edirik. Amma sırf closure prinsipində bir function yazmaq, necə deyim, bir istifadə olması bir şey yazmırıq. Bir də ən əsası closure başa düşməyin niyə vacibdir? React-da dediyim kimi state görəcəksiniz. State'i də tam mənimsəməyiniz üçün state necə işləyir, necə value-nu update eləyir. Onda bəli, closure başa düşməli olacaqsınız ki, okey. Closure-a görə bu getdi, həmən value-nu update elədi. İndi əsas use case-lərdən biri də, yəni o data hidden məsələsi deyirik, onu yazaq. Yazaq, counter yazıram. Yenə bir count var. Return eləyir obyekt. Və burada bir dənə increment adında bir function yazıram. Count, return count, bir dənə decrement eləyir. Decrement. Bu da bir functiondur. Count, return count. Və bir dənə də reset yazaq. Reset. Aha, bunu yazıq. Bunu gəlirik, kommentə atırıq. Okay. İndi belə görürəm ki, tutduz. İndi gələk bir dənə başlayaq bunun üzərindən işləməyə. Counter funksiyonu tanış olduq, düzdürmü? Razı. Return edir obyekti. Bir dənə obyekt return edir. Birinci bu counter funksiyonu çağırıram. Const counter object deyirəm, obj deyirəm. Obj yaxşı olmayacaq. Counter calc yazıram. Bərabərləm counter'ı çağırıram. Counter calc'ı konsol loga versəm nəyə görmüş olaram? Obyekti yes görmüş olaram. Okay, gözəl. Yaxşı, indi gəlirəm. Belə eləyək. Counter calc nöqtə increment çağırıram. 2 dəfə const konsolda nəyə görəcəm? Biraz uzaqlaşdırım. Diqqətlə baxın. Obyekt görəsən, obyekt görməyinə, öylədir. Obyektin variable'ına baxsaq. Nəyi görmüş olacaq? Çağırmamsa counter kimi. Allah belə rahat olsun. Ha. 0. O dediğiniz var. İbrahim, sən nə düşünürsən? Lexical neydi ben? Mən də sıfır. Lexical nə? Lexical environment. Ha, environment. 0. Yes. Sən də 0. 1. Rauf, sən nə düşünürsən? Murad. 0. Niyə? Çünki dəfə increment edir, dəfə decrement. Okay, yaxşı. Bəs
Belə eləsəm nə görəcəm? Okay. Niyə bəs bununla bu fərqləndi? Yes. 2. Okay, bu nə errorda? Ctrl 3. Find. Keşke onu yazmasaydınız. Obyekti görəcəkdik. Həmən obyekti görəcəkdik belə. Bir tane bir şey soruşayım. De, həmən obyekti görürsən. Nə? Kalk için çağrında nasıl increment decrement? Calc 2-ni çağırır. Calc 2-ni çağıranda count bir dənə sıfırlandı. Düzdürmü? Çünki yeni lexical environment yarandı. Sonra həmən lexical environment-i increment eləyirəm. Count olur 1. Counter calc 2 decrement eləyirəm. 1 olmuşdu, oldu 0. Çünki counter calc 2-nin decrement eləyirəm. Mən də bunu alıp deyirəm. Akıllısı beni bulmaz delisi. Ha. Counter calc 2 yarandı, düzdürmü? Count'un oldu burada 0. Bax, hər ikisi yarananda. Count olur 0. Bax, hər ikisi yarananda count olur 0, düzdürmü? Çünki hər iki dəfə counter'ı çağırmışam. Yəni ayrıca lexical environmentları yarandı. İndi gəlirəm, bax bunu artıranda increment. Bu gəlir. Increment. Düzdürmü? Olur bir dəfə 1, olur sonra 2. Sonra fikir vermisiniz 2-ni increment edirəm. 2-də neçə idi count hələ? 0 idi hələ. Gəlir olur 1. Sonra nə edirəm? Həmən 2-ni decrement edirəm. Olur təzən 0. Okay? Bu da bizim closure'ımız. Hə, closure qutarır. Belə example-lar eləmək olar. Bir dənə function yazırsan, variable-ları set eləmək əməliyyatı var. O da ki, mənası bir şeydir. OEP məntiqində yazsın, hə eləyərsən. Yəni closure budur. Bir də bunu biraz çaşdırıcı case'lərdə yaza bilirlər. Necə çaşdırıcı case'lərdə? Bir dənə nə yazaq buna? Closing nədir? Kimsə yazdığı kodu Bir də əsasən problemlər üçün istifadə edilir. problem həm də öyrənirsən də elə olur ki, Stack Overflow-ya girirsən, məsələn orada üzərindən keçmədə prosta fikir verirsən, hər bir sualın altında komment kimi hissələr olur, hansı ki orada da bir yazışmalar baş verir. Onları oxuyanda orada da müəyyən nüansları vurğulayırlar. Deyirlər ki, məsələn də belə bir yanaşma da var. Oradan da öyrənəcəyin bir şeylər var. Bunlar da bəsit deyə belə daha bir ağır suallı olsunlar.
Şalatda belə ağır bir sual, uzaq başı biraz obyektlərin içində oynamaq olar. Yəni bunun biraz çətin versiyası idi. Yenə bir ötən obyekt var idi. Məsələn, mənim intervyuda belə bir sual vermişlər. Bu yox, obyekt fərqli bir keyləri, propertiləri var idi. Bir də function içərisi biraz qarışıq idi. Hesablama əməliyyatı biraz qarışıq idi. Amma sırf leksikalı tutmusunuzsa, yəni cavab verəsiniz mümkün deyil yəni. Başa düşürsən? Orada yəni çaşdıran amil bir sinədir, bu hissədir. Vsyo. Yəni prosta bunun içərisini hesablamaq lazımdır. Yəni o da sizin riyaziyyata girir, çıxır. Okay? Bu belə.